Hər vaxtınız xeyir olsun. Hər birinizi kanalımda xoş gördüm. Bu videoda sizlərlə ət dönərin hazırlanmasını paylaşıram. Nəzərinizə çatdırım ki, kanalımda toyuq dönərin hazırlanması var. Çoxsaylı izləyicilərin istəyinə görə ət dönərin də hazırlanmasını sizlərlə paylaşıram. 600 qram dana ətini nazik şəkildə gördüyünüz kimi doğramışam. İndi isə üzərinə marinə etmək üçün 1 stəkan duru yağ, 1 ədəd orta ölçülü püre halında olan soğan, 1 diş sarımsaq, 1 dolu stəkan qatıq, əgər qatıq yoxdursa süddən də istifadə edə bilərsiniz. 1 dolu çay qaşığı duz, yarım çay qaşığı qara istiot və çay qaşığının ucunda qırmızı pul biber əlavə edib yaxşı qarışdırıram. Ət və sousu yaxşı qarışdırdıqdan sonra isə qabın üzərini streçlə bağlayıb ən az 2 saat soyuducuda saxlayıram. Stolun üzərinə streç sərmişəm və streçin üzərindən isə nazik şəkildə doğradığım quyruq yağını düzürəm və marinə etdiyim ətləri də quyruq yağının üzərindən düzürəm. Ətlərin hamısını bu şəkildə düzdükdən sonra isə ətin üzərindən də nazik şəkildə doğradığım quyruq yağlarını əlavə edirəm və streçin köməkliyi ilə hazırladığım əti rulet şəklində bükürəm. Bükdüyüm dönər ətinin hər iki tərəfini düyünlədikdən sonra isə buzluğa yerləşdirirəm və tamamilə donana qədər gözləyirəm. Əgər sizə bişirəcəyiniz gün hazırlamaq çətin gəlirsə, əti alan zaman hazırlayın. Bu şəkildə qoyun soyuducuya və ürəyiniz haçan istədi, soyuducudan çıxarıb istifadə edə bilərsiniz. Gördüyünüz kimi dönər ətini soyuducudan çıxarmışam və tamamilə donub. İndi isə iti bir bıçaqla nazik-nazik doğrayıram. Dönər ətini qızartmaq üçün adi duru yağdan və ya kərə yağından da istifadə edə bilərsiniz. Mən quyruq yağından istifadə etdim. Dönər ətini bu şəkildə tavaya düzdükdən sonra isə azca suyu çıxır və ara bir qarışdıraraq suyu çəkilib qızarana qədər bişirirəm. Gördüyünüz bu şəkildə qızardıqda isə tavadan götürürəm. Digər dönər ətlərini də tavaya düzüb yenidən bu şəkildə bişirirəm. Əti bişirərkən eyni zamanda dönərin içərisi üçün lazım olan xiyar, pomidor, soğan və göyərtini nazik yarım halqa şəklində doğrayıram. Gördüyünüz kimi dönər çörəyini yarıya bölmüşəm və içərisinə mayonez, ketçup, doğradığım tərəvəzlər, yəni xiyar, pomidor, soğan, göyərti, ən üstə isə hazırladığım ətdən əlavə edirəm və dönər bu şəkildə çox gözəl olur. Çox izləyicim soruşmuşdu ki, bu çörək harda satılır? Bütün böyük marketlərdə dönər çörəyi olur. Çörək olan bölməyə baxsanız oradan ala bilərsiniz. Eyni qayda ilə lavashda da dönər hazırlayıram. 2 ədəd lavaşı üst-üstə qoyuram. Üzərinə mayonez, ketçup, hazırladığım ətdən pomidor, xiyar, göyərti və soğan əlavə edirəm və gördüyünüz şəkildə bükürəm. Hazırladığım dönərləri tosterin içərisinə qoyub bir neçə dəqiqə saxladıqdan sonra götürürəm. Bu şəkildə dönərlər daha ləzzətli olur. Keçən dəfəki dönər videosundan sonra izləyicilərin əksəriyyəti soruşmuşdu ki, toster yoxdursa necə etmək olar? Boş tavanı quru şəkildə ocağın üzərinə yerləşdirin. Tava yaxşı qızdıqdan sonra dönərləri tavanın içərisinə qoyub üzərindən basın. Bir üzü qızdıqdan sonra dönərin digər üzünü çevirib həmin üzünü də üzərindən bastıraraq qızarda bilərsiniz, yəni qızdıra bilərsiniz. İndi isə hazırladığım dönəri kəsib içərisini sizlərə göstərmək istəyirəm. Dadı çox ləzzətlidir.
Hazırlanması fikrimcə çox da çətin deyil. Əgər istəsəniz əvvəlcədən hazırlayıb buzluğa qoyursunuz və dönər istəyən zaman çıxarıb tez bir zamanda hazırlaya bilirsiniz. Ən əsası odur ki, təmizdir. Evdə ən çox dönəri uşaqlar sevir bilirəm. Ona görə də uşaqlarımıza təmiz qidalar, təmiz təamlar yedirtmək üçün evdə hazırlasaq daha yaxşı olar. Buyurun siz də hazırlayın. Əminəm ki, hazırlasanız həm uşaqlarınız sevəcək, həm də siz razı qalacaqsınız. Sonda isə kanalıma dəstək olmaq üçün videoları bəyənib, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.